istiqamət verici daşıyıcılarından biridir. Onun bir ifadəsini də indi bizim istedadlı aşığımız İmralı Fikrətoğlu'nun oxuyacağı Yüngül Şərildə görəcəksiniz. Və o keyfiyyətlərlə bağlı mən birazdan ayrı bir söhbət eləyəcəm. Buyursun. Bu yerlerine dolanıp balam vaxt olub ki bu yerlerine dolanıp balam bir o bütüne min sarağana gelmişem. Düşüp sarayağından başını alıp bazarandan göy yaylağa gelmişem de yerdin alım ayda yerdin alım ayda yerdin alım bazarandan göy yaylağına gelmişem. Olsa da balam yeryüzünden min bir cennet olsa da balam bağ bahçesine mələklərlə dolsa da yayla balam yayla balam təyərlan balam. Cennet kimine bir torpağa gelmişem de yerdin alım ayda yerdin alım ayda yerlan balam. Cennet kimine bir torpağına gelmişem. Ömür yarına gün yarı balam İller ötüre ömür yarına gün yarı balam nece atma etibarı İlgarıyla yayla balam yayla balam teyerlan balam. Bayram gününe sizin kimin dostları görmək üçün mən qazağa gelmişəm də yerdin alım ayda yerdin alım ayda yerdin alım görmək üçün mən qazağa gelmişəm.
Çox var olasan. Onu deyim ki, bayaq söhbətimin də o yerində dayandım. Osman Sarıvəlli bir çox səfərlərə çıxmışdı. Azərbaycanın gəzmədiyi bir yer yox idi. Amma bəzi səfərləri heç vaxt unutmurdu. O Səməd Vurğunla getdiyi səfərlər idi. Səməd Vurğunla Ceyran çölə, Qarayazıya, Qazağa, Qarabağa, Muğana, Milə hər yerə getmişdi. Və Səməd Vurğun